Yanında dermanı var. İyi biçələ olan yaman olmaz. Quyruq yağında təmiz çoban qoyulma. İnsanlar bu dadı yaxşı bilir. Rəhmətli dostlar. Çoban qoyulma, çobanın en sevdiği gümrah yemeğinden sayılar. Ah, güzel, güzel. Güzel. Bunların hamısı eyni vaxtda əlavə olunur. Ya çubuqdur, təmiz çubuq. Tabi da, biraz para verin bunu. Əlin düzü burada deyirlər. Əlin düzü. Ağız dadına görə acı biber əlavə edə bilərsiniz. Mən edirəm. Mikrobakteriyalara yeyinə çox gözəl qida növüdür. Soğanın qurulma vaxtı gəldi. Gözlediğimiz an. Soğan öz vaxtı var. Soğan yanmamalıdır, qovrulmamalıdır, qızarmalıdır. Soğan da ağırdır ama demək olar ki, əziyyətlərin şahıdır. Sarı kök dostlar. O söhbət budur. 1 qram yağ yoxdur, hamısını çəkib canına. Hava boşdur, görürsən. Belə pişməliyini. Bu quyruq yağıdır, görürsünüz quyruq. Quyruğun özüdür, yağda da pişir. Yağların şahı, en güzlü nemətlərdən sayılır. Pomidor dostlar. Bəli, göz haqqınızı alır. Baxın, yaxından göstərir, bax. Pomidorun sokuna bax, quyruq yağı ilə necə pıçıldaşır. Pıçıldaşan anlardır bu. Gördünüz nə vəziyyətə düşdü demək? Keçdi xəyal, öz gözəl yoruldun. Çoban qoyma dostlar, harda Şərq restoranı, quyruq yağı. Mükəmməl dada malik olan sizlər üçün apar qardaşım. Gəl də.